Qardaş deyir ki, qardaşların birinin övladının başına hər hansısa özünə seyid deyən biri əl sürtüb. Qardaş cəmiyyət içərisində olduğu üçün utandığından ona bir şey deməyib. İndi qardaş qorxur ki, narahatdır ki, şirk edibmi? Qardaşlarım, əziz qardaşlarım, əxilərim, vallahi biz utanılacaq bir dinin üzərində deyilik. Biz fəxr ediləcək bir dindəyik. Biz bununla fəxr edirik ki, qardaşlar, və həmçinin Allaha şükürlər edirik və həmçinin başımızı bununla qaldırırıq ki, Allah bizi tövhid əhlindən edib. Allah bizi digərlərindən üstün edib. Allah bizi şirk qoşmayan, ona ortaq tutmayan, Allahdan qeyrisini çağırmayan, ibadət etməyən, Allahdan qeyrisinə yönəlməyən bir dəstə və bir tayfə eləyib, qardaşlar. Əhl-i sünnə vəl-cəmaa eləyib bizə. Sələf toplumu eləyib bizə. Sələflərdən eləyib bizə. Səhih əqidə, sağlam mənhəc üzərində eləyib bizə. Digər Allaha şərik qoşanlar utansınlar, müşriklər utansınlar. Allaha ibadət etməyən, küfr edən, şirk edən, kafir və müşriklər utansınlar. Biz dinimizin izharına görə utanmamalıyıq, qardaşlar. Bu ayıbdır, bu nöqsandır. İnsanın öz dinindən utanması. Bizə vacib olan dinimizi, bu bayrağı hər bir yerdə, hər bir zamanda, hər bir kəsin önündə, hər bir kəsin qarşısında qaldırmaqdır. Tövhid bayrağını. Rasullar bunun üçün göndərildi. Kitablar bunun üçün endirildi. Allahın təkliyinin bildirilməsi, ibadətin yalnız ona aid olunmasına təhqiq edilməsi bunun üçün oldu, qardaşlar. Göylər bunun üçün tavan edildi. Yerlər bunun üçün döşəldildi. Dağlar bunun üçün dikəldildi. İnsanlar bunun üçün ortadan bölündü. Qanlar bunun üçün axıdıldı. Qardaşlarım, biz dinimizdən zərrə qədər olsun belə utanmırıq. Allahın şəriətindən yaşadığımız, Allahın şəriətindən bizə gələn hər bir hökm, hər bir əhkam sənin həyatındır. Bunda olmayanlar utansın. Onun üçün, qardaşlarım, hər hansısa bir şirkin kimsə edirsə və sən onu dəyişməyə qadirsənsə, dilinlə və əlinlə və bu sənə olan bir, aid olan bir şeydirsə, o zaman sənin onu itirməyin sənə vacib olur. Bunu inkar eləməyin sənə vacib olur. Sən burada şirk etmiş sayılmırsan. Lakin münkər bir işi görüb onu inkar etmədiyin üçün sən xatalısan. Ona tövbə lazımdır. Belə bir işləri eləmə. Belə bir işlərdən çəkinmə. İnsanların içərisində olsa belə. Biz bugün haqqı, tövhidi insanların içərisində deməyib də, söyləməyib də, nə zaman, harada deyəcək, qardaşım? Kimə deyəcək? Dinimdən utanıram mı mən? Vallahi, başımızı qaldırdığımız ən möhtəşəm, ən əzəmətli şey tövhiddir. Bunun üçün varsan, bunun üçün xəlq edilmisən. Bu varsa varsan, yoxdursa sən yoxsan. Heçsən. Tövhid varsa sən müsəlmansan. Tövhid yoxdursa sən heç nəsən. Müşrik və kafirsən, dinsiz və imansızsan. Onun üçün, qardaşlarım, biz dinimizə görə kimdənsə və nədənsə, toplumdan və ya digərlərindən utanmırıq. Dinimiz izzətimizdir. Başımızı ucaltdığımız zəfərimizdir, qalibiyyətimizdir. Ondan tutduğumuz müddətcə Allah bizi ucaldar. Ömər ibn Xattab radiyallahu anh bizə izzətin harada olduğunu deyir. Biz Allahın bizi İslamla izzətləndirdiyi bir bölmək. Nə qədər ki biz izzəti, üstünlüyü, ağalığı, kişiliyi İslamdan başqasında axtaracaq, Allah bizi alçaldacaq. Allah bizi alçaldacaq. Onun üçün, qardaşlarım, hər bir kəs dininə qayıtmalıdır. Hər bir kəs tövhidi öyrənməlidir. Hər bir kəs tövhidi öyrətməlidir. Başını bununla qaldırmalıdır. Rasulların dəvətini boynuna götürüb çatdırmalıdır. Ola biləcəyi ən şərəfli yol budur. Dəvət yolu. Çünki bu dəvət Rasulların yoludur. Bu şərəfli yolda ol. Bu şərəfli yolda öl. Bu şərəfli yola çağır. İnsanları dəvət elə. Başı bu şərəfli yolda uca tut. Üstün sənsən.
alçaq olan digərləridir. Allah daha gözəl bilir.